Zuhruf surəsinin 61-ci ayəsində Allah təbarək və təala buyurur: "Və innehu la'ilmun lis-sa'ah, fela temterunna biha vettabi'un haza sıratun mustaqim." Bu saətin barəsində olan bir elmdir. Onun barəsində şək şübhəyə qapanmayın. Mənə tabi olun. Doğru yol bu yoldur. Əzizlərim, bu ayədən öncəki ayələrdə Həzrəti İsa peyğəmbərin xüsusunda Allah Taala danışır. Belə ki, Həzrəti İsa peyğəmbərin atasız, Allahın qüdrəti ilə atasız dünyaya gəlməsi və ona məxsus olan möcüzələr, ölüləri diriltməsi Allahın izni ilə, sağalmayan xəstələri sağaltması barəsində Allah Taala danışır və arxasıca bu ayə gəlir ki, həmən saətin barəsində olan elmdir. Təfsirlərdə Əhl-i Beyt əleyhissalamdan nəql olunan hədislərdə oxuyuruq. Və innehu la'ilmun lis-sa'a, həmin saətin elmidir və yaxud bəzi qarilər la'alamun lis-sa'a, işarəsidir, nişanəsidir. Həmin saat ki, İmam Mehdi Əccalallahu Fərəcəhu Şərif zuhur edəcəklər. İsa Peyğəmbər də zuhur edəcək. Dəccalı qətlə yetirəcək. Dəccalı qətlə yetirəndən sonra, yəni İmam Zaman ağanın imamətliyi ilə Qüdsdə, bəzi hədislərdə Məkkədə, amma məşhur olanı budur ki, Qüdsdə İmam Mehdi Əccalallahu Fərəcəhu Şəriflə birgə namaz qılacaqlar. Bu ayə İmam Mehdi Əccalallahu Fərəcəhu Şərifin xüsusunda nazil olan ayələrdəndir.